Hər vaxtınız xeyir dostlar. Demək ki, bu dəfə də olduqca maraqlı bir məkandayam. Bura Pirəbədil kəndində yerləşən Musa Bəyovların evidir. Hal-hazırda belə deyim, Pirəbədil kənd tarix muzeyi kimi fəaliyyət göstərir. Quruluşu bu formadadır. Və bu isə Qəzənfər Musa Bəyovun büstüdür. Ev belədir, orada tikilmə tarixində qeyd olunur. Ümumiyyətcə belə deyim, ev 1862-ci ildə tikilib. Qəzənfər Musa Bəyov və Ayna Sultanovanın atası, belə deyim, atası tərəfindən. Birinci evin çöldən göstərim və sonra isə daxil olub içəridən geniş məlumat verəcəm. Ümumi olaraq belə deyim, ev belədir, ətrafıdır. Çox gözəldir. İçi ümumiyyətlə gözəldir dostlar, yəni. Burada mən çoxdan olmuşam. Daxili çox gözəldir. Baxın, indi ev bu formadadır. Qırmızı kərpicdən tikilib. Yəni 1862-ci ilin evidir. Bax belə. Bu da həyətidir. İndi oradan çıxıb açılan mənzərəni göstərəcəm. Belə deyim, bura açılan mənzərəni. Belə. Gözəl evdir, həqiqətən. Baxın, buradan bu evin həyətidir. Arxa hissəsidir. O dövr üçün həqiqətən də çox böyük bir evdir. Və həqiqətən də əsl bəy evi də belə deyək. Baxın belə. Bu eyvanda içəridə çox gözəl bir rəsm əsəri var orada. Onları xüsusi olaraq göstərəcəm. Belə davam edeyim. Bu da ümumi olaraq evin həyətidir. Çox gözəl həyəti var. Belə. Yəni burada əsasən qulluqçular yaşayıb aşağı hissədə, yuxarı hissədə isə özləri yaşayıb. Bu formadadır. İki tərəfdən bir buradan qalxmaq olur yuxarı, bir də bu tərəfdən. Və qarşı tərəfdən də birləşir. Bax belə. Yəni həqiqətən çox gözəl evdir dostlar. Gözəl memarlıq abidəsidir. Çox gözəldir, qoruyub saxlayırlar bu evi. Tarix haqqında hər kəs bilir. Əslində özləri yaratdığı rejimin özləri də qurban olurlar. Həmin o Sovet rejimi ki var idi. Bax, həmin rejimin qatı tərəfdarı idi Qəzənfər Musa Bəyov. Onun özünü elə 37-ci ildə Moskvadakı səfərlərimsə evində həbs edirlər və Tiflisə gətirirlər. Ondan sonra 38-ci güllələnir, yəni belə deyim, Musa Bəyov. Bu da Qəzənfər Musa Bəyovun, belə deyək, büstü. Bax belə, çöldən ev ümumi olaraq belədir, bu formada görsənir. Keçirəm içəri, bax bu qapıdan və içəridən bütövlükdə geniş məlumat verəcəm. Daxili ümumiyyətcə, belə deyim, çox gözəldir, həddən artıq. Baxın, bura Pirəbədil Tarix Muzeyi bu formadadır. Və içəridə də belə. Davam edeyim dostlar, deməli otaqlardır burada. Bax, burada belə qədim əşyalar hamısı. Buranı isitmək üçün istifadə olunan sobadır da belə deyək. Həqiqətən gözəldir buralar. Mən bax, muzeyin içərisində olan eksponatlardır. Çox gözəl bərpa edilib hal-hazırda. Yəni səmimi deyim, əvvəlkindən daha qəşəngdir həqiqətən. Buranı bərpa edib düzəldiblər. Belə, keçək o otaqlara baxaq. Növbəti otaqdır burada. Belə, burada da yenə qədim əşyaları yığıb saxlayırlar. Taxıl tökürsən, bax bu hissədən, burada belə fırlayırsan. Büyüdürdü onu. Gözəl. Bax belə. Bu da eyvandır bura. Buradan bax belə bir gözəl mənzərə açılır. Davam edeyim növbəti. Bu isə belə deyim də, burada Pirəbədil kəndi ümumiyyətcə özü xalçaçılıqla məşğul olub və çox məşğul olub buranın xalçaçılığı. Və bu da həmin, belə deyim, otaqda bütün həmin prosesləri göstərir burada. Mesela birinci burada yundur, yunu əyrirlər və həmin o yundan ip alırlar və həmin ipdən də belə xalça toxuyurlar. Burada Qəzənfər Musa Bəyovun anası. Onun o vaxt toxuduğu bir xalça olduqca məşhur olur və bildiyim qədərilə səhv eləmirəmsə Rusiyada mükafata layiq görülür həmin tikdiyi xalça.
Ona görə Pirəbədli xalçalar çox məşhurdur. Bax belə, bu da xalça olan otağı. Yəni bu otağı çox xoşlayıram. Belə dostlar, gedək növbəti otağa, görüm orada nə var. Amma orada bir ən məşhur otaq var. İndi gedirəm mən otağa. Doğrudan otağı çox xoşlayıram. Bax belə. Ha burada çox gözəl rəsm əsərləri, portretləri var. Və gedək belə deyim, ailə tablosu, ailə portretidir. Bax, bu evi tikən Mahmud Ağa Əfəndiyev olub. Və həyat yoldaşı isə Dibə xanım Musəbəyov olub. Və ondan sonra Musəbəyovlar ailəsidir. İndi gedək ən gözəl otaqlardan birinə. Yəni dostlar, bu otaq mənim ümumiyyətcə ən sevdiyim otaqdır. Həqiqətən burada içəridə bir həmin o rəsm əsərlərinə baxın. Bax, Bakı, belə deyim, elementlərə fikir verin. Rəsm əsərlərinə. Yəni səmimi deyirəm, bu otaq ümumiyyətcə ən sevdiyim otaqdır. Belə, bu otağın daxili, yəni düzü çox gözəldir, həddən artıq. Mənim xoşuma gəlir. Bu vaxtı da belə deyim də, burada paltarlar saxlayırlar, bax belə, bu formada olub. Yəni, fikir verin, evin ümumiyyətlə dizaynına təsir eləməyib. Orada da var, yəni ümumi divarın içində bütövlükdə saxlamaq üçün yer var. Bu əladır. Belə, bu da şəxsi əşyalardır. O vaxtdan qoruyub saxlayıblar. Belə, indi gəlin çıxaq eyvana. Burada həmin hissəni göstərəcəm. Düzün desəm, yəni həqiqətən artıq gözəldir. Çox xoşum gəldi. Bax belə, yəni buradakı rəsm əsərlərə bax. Qoruyub saxlayıblar. Yəni bu yaxşıdır, yəni dağılmayıb. Təsəvvür edin, 1862-ci ilin evidir və o vaxtdan bu rəsm əsərləri buradadır. Və təxminən 2 əsrə yaxındır. Belə dostlar, yəni gəldim, daxilinə çəkdim. Və buradan onu da göstərim. Çox gözəl mənzərəsi var bu evin. Həddən artıq. Kənd gözəldir ümumiyyətcə. Dağlıq bir yerdə yerləşir. Və gəldim, buranı da çəkmiş oldum.